Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayonun bütün idarə müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon icra hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Qəsəbə ilə bağlı biz mütəmadi Xonya xanımla, həm Telman müəllimlə görüşlərimiz olur. Onların işindən çox razıyıq, çox əməli köməkliyi göstərirlər, nəinki qəsəbəyə, həm də Xonya xanım hamımızın sevimlisidir. Bütün Qubada şəhid ailələrinə, imkansız ailələrə çox böyük köməklər göstərir. Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə prezidentinə öz minnətdarlıqlarını bildiriblər. Qəbuldan əvvəl rayon rəhbəri aidiyyatı şəxslərlə birlikdə Qırmızı qəsəbə qəsəbəsində yaradılmış Vətən müharibəsi şəhidi Aydəmir Hacıyevin Bulaq xatirə kompleksinin və şəhid Ramin Abdurrəhimovun xatirə güşəsinin qarşısına gül dəstələri düzmüşlər. Sahib Məmmədli Elçin, Şuşalı, Qafqaz TV üçün.